Axşamınız xeyir dostlar. Hər gecə bir nağıl dinləməkdən yorulmadınız ki? Elə isə keçid alaq növbəti nağılımıza. Bu axşam sizə əvvəlcə kim danışdı adlı Yapon nağılını danışacağam. Bir zamanlar 4 yaşlı adam vardı. Bunlar xeyirxah, kimsəyə zərər verməyən insanlar idi. Əslində istəsələr də kimsəyə bir zərəri toxuna bilməzdi. Çünki bir mağarada yaşayırdılar. Onlar başqalarına zərər verməmək və bu dünyada insanlara necə kömək edə biləcəklərini düşünmək üçün bu kimsəsiz yerdəki mağarada yaşayırdılar. Mağara qarlı dağın, bənövşəyi meşələrin arxasında quş uçmaz, karvan keçməz bir yerdə idi. Tərk dünyalığı seçmiş bu 4 qoca bir həftə boyunca heç danışmamağa qərar verdilər. Bir həftə ərzində susacaqlar. Bəşəriyyət üçün nə iş görə biləcəklərini düşünəcəkdilər. Aradan 3 gün keçdi. Həqiqətən də heç biri bir kəlmə belə söyləmədi. Nəhayət bir gecə adamlardan ən cavan olanı səsləndi. Ey qardaşım, bax qaranlıq oldu. Şamı yandırmaq sənin işindir. Bundan sonra yanındakı belə dedi. Gördünmü nə etdin? Mərcimizi pozdun. İndi yenidən başlayıb tam bir həftə boyunca danışmamaq lazımdır. Üçüncü dilə gəldi. Nə çox danışan adamlarsınız. Heç ağzınız dayanmır. Sonunda aralarında ən yaşlı və elmli olan dördüncüsü sözə başladı. Məndən nümunə götürün. Gör neçə danışıram. Beləcə hamı danışdı. Bu axşamki nağılımızın da beləcə sonuna gəldik. Növbəti axşam yeni bir nağılla qarşınıza gələcəyik. Amma siz hansı nağılı dinləmək istəyirsinizsə, mütləq şərhlərdə bizimlə bölüşün.